Mövzumuz vəzilərdir. Vəzilər bioloji fəal maddələr ifraz edirlər, hazırlayırlar ki, hansı ki, həmin o bioloji fəal maddələr də hədəf orqanlara çataraq həmin orqanların fəaliyyətini tənzimləyir. Ümumiyyətlə vəziləri hazırladıkları həmin o bioloji fəal maddələrin orqanizmdə hansı istiqamətdə və necə çatdırılmasına görə 3 qrupa ayırırıq. Hansılardır? Xarici sekresiya vəziləri, daxili sekresiya vəziləri və qarışıq sekresiya vəziləri. İndi gəlin bunlar haqqında bir-bir məlumat əldə edək. Xarici sekresiya vəzilərində burada qeyd etdiyim kimi xüsusi axacaqları olur. Xüsusi axacaqları var. Görürsünüz, burada vəzi hüceyrələridir və çıxarıcı axar. Yəni, onların hazırladıkları sekresiya məhsulu xüsusi axacaq vasitəsilə ya orqan boşluğuna, ya bədən boşluğuna, ya da dəri səthinə axıdılır. Xarici sekresiya vəziləri ekzokrin vəzilər adlanır. Misal olaraq ağız suyu vəziləri, qulaq kiri vəziləri, tər vəziləri, piy vəziləri, süd vəziləri, göz yaşı vəziləri, qaraciyər, prostat və burada yazmasam da bağırsaq və mədə vəzilərinə də misal göstərə bilərik. Onlar da xarici sekresiya vəziləridir. Belə bir sual, dərs vaxtı bu sualları görəcəksiniz. Deyə bilərəm sizə ki, hansı xarici sekresiya vəzisidir ki, onun hazırladığı sekresiya məhsulu bədən boşluğuna açılır. Bu hansı olar burada adlarını gördüklərimiz vəzilər içərisində? Təbii ki, olmalıdır ağız suyu vəziləri. Çünki bədən boşluğu deyirsə, ağız suyu vəzilərinin axarı ağız boşluğuna açılır. Ağız boşluğu da bədən boşluğudur. Amma orqan boşluğuna misal desəm, qaraciyəri misal göstərə bilərsiniz. Mədə vəzilərini, bağırsaq vəzilərini misal göstərə bilərsiniz ki, onların hazırladıkları məhsul isə orqan boşluğuna açılır. Dəri səthinə də tər, piy, süd vəziləri misallarını çəkə bilərsiniz. Yadda saxla. Nəyi yadda saxlayaq? Müvəqqəti xarici sekresiya vəzilərimiz var. Hansıdır bu vəzisi? Süd vəziləri. Müvəqqəti xarici sekresiya vəzilərinə misal olaraq biz süd vəzilərini misal göstəririk. Çünki bilirik ki, süd vəziləri daima süd hazırlamır. Müəyyən bir dönəmdədir o südün hazırlanması. Ona görə də biz süd vəzilərini də daimi yox, müvəqqəti xarici sekresiya vəzisi olaraq deyirik. Gəldik daxili sekresiya vəziləri. Bunlarda isə xarici sekresiya vəzilərindən fərqli olaraq axacaqlar yoxdur. Xüsusi axacaqları olmur. Gəlin buradakı şəklə baxın, görürsünüz vəzi hüceyrələridir və vəzi hüceyrələr tərəfindən hormonlar ifraz edilmişdir və həmin o vəzi hüceyrələrində axacaq yoxdur. Hazırladıkları bioloji fəal maddələr birbaşa qana keçir. Birbaşa qana. Deməli, vəzi hüceyrələri görürsünüz, buradan gəlir, ətrafında vena damarları, arteriya damarları, kapilyarları görürük ki, hazırladıkları həmin o bioloji fəal maddələr birbaşa keçir qana, axacaqları olmur. Və onların hazırladığı bioloji fəal maddələr hormonlar adlanır. Hormon sözün mənası isə oyandırıcı deməkdir. Yəni, hədəf orqana çatır, hədəf orqanı oyadır və onun işləməsini təmin edir. Daxili sekresiya vəzilərini endokrin vəzilər deyirik, xariciləri ekzokrin vəzilər demişdik. Daxili sekresiya vəzilərinə misal olaraq hipofiz, epifiz, qalxana bənzər vəzi, qalxana bənzər ətraf vəzilər, böyrək üstü vəzilər və timus vəzisini misal göstərə bilərik. Buradan hipofiz, epifiz, qalxana bənzər vəzi və timus vəzisi təkdir sayca. Qalxana bənzər ətraf vəzilər 4 ədəddir. Böyrək üstü vəzilər də 2 ədəddir. Hər böyrəyin üzərində 2 böyrəyimiz olduğu üçün böyrək üstü vəzilərimiz də 2 olacaq. Bunlar haqqında, hər biri haqqında geniş izah olacaq. O ayrı. Gəlin bir də baxaq. Yadda saxla. Yenə nəyi yadda saxlayaq? Müvəqqəti daxili sekresiya vəziləri. Müvəqqəti daxili sekresiya vəzilərimiz vardır ki, bunlar hansılardır? Sarı cisim, bir də cift. Deməli ki, sarı cisimlə cift müvəqqəti daxili sekresiya vəziləridir. Onlarda da hormon daimi deyil də müəyyən bir dönəmlərdə hazırlandığı üçün biz onlara daimi yox, müvəqqəti daxili sekresiya vəzisi olaraq adlandırırıq.
Və gəlir qarışıq sekresiya vəziləri, yəni miksokrin vəzilər. Bunlar misal olaraq mədə-altı vəziləri və cinsiyyət vəzilərini, toxumluqlar və yumurtalıqları misal göstərə bilərik. Burada yalnız mədə-altı vəzinin şəkli verilmişdir. Toxumluq, yumurtalıq da qarışıq sekresiya vəzilərinə aiddir. Bunlar haqqında da ayrı-ayrılıqda izah olacaq. Sadəcə burada Langerhans adacıqları haqqında məlumat verim. Əslində məktəb dərsliyində yoxdur. Sadəcə məlumat xarakterli burada yazmışam. Mədə-altı vəzi tərəfindən bunun deməli xarici sekretor funksiyası da var, daxili sekretor funksiyası da var. Elə ona görə biz onlara qarışıq sekresiya vəzləri deyirik. Yəni indi bu mədə-altı vəzidə xarici sekretor funksiyasına aid hansı ki fermentlər əmələ gətirir, onları da deyəcəm və bunun daxili sekretor funksiyasında isə hormonların hazırlanmasıdır, insulin kimi, glikagon kimi. İnsulin bu Langerhans adacıqlarında olan beta hüceyrələr tərəfindən sintezlənir. Glikagon isə alfa hüceyrələri tərəfindən sintez olunur. Gəldik sinir və endokrin sistemin fərqinə. Yəni bunları müqayisə edək. Sinir və endokrin sistemin müqayisəsi necə olacaq? Baxın, sinir tənzimi öz təsirini dərhal göstərir. Ümumiyyətlə, sinir sistemi impulsları sinirlər vasitəsilə orqanlara ötürür və ani şəkildə təsir göstərir. Yəni, dərhal baş verir. Ani, təsiri anidir. Təsir müddəti qısadır, bir də lokal təsir göstərir, yəni yerli təsir göstərir. Bu nə deməkdir? Misal, deyək ki, əlimizi hər hansı bir isti əşyaya vurduq və yaxud da ki, əlimizə iynə batırıldı. Biz onu dərhalmı hiss edirik, yoxsa bir müddət sonra mı hiss edirik? Təbii ki, dərhal hiss edirik. Ona görə də deyirik ki, sinir tənzimi öz təsirini dərhal göstərir, yəni anidir, uzun müddətdən sonra yox. Hələ mənim əlimə iynə batacaq 2 dəqiqə sonra mən onu hiss edəcəm, belə deyil. İynə batdığı an artıq mən onu hiss edirəm. Ona görə deyirik dərhal, ani. Təsir müddəti qısadır. Yəni uzun müddətli o ağrını hiss etmirik də, yəni batıbsa o təsir müddəti qısadır. Və sinir tənzimi hər hansı bir orqan və ya toxumaya məhdud, yəni lokal, yerli təsir göstərir. Bu da nə deməkdir? Yəni misal üçün tutaq ki, mən əlimi əgər isti bir əşyaya vurdum. Onda mənim bütün bədənim bu ağrını hiss edəcək, yoxsa yalnız həmin hissədə olan hüceyrələr, yəni əzələlərə yönəlikdir, belə deyək, əzələlər hiss edəcək, yəni əlimi əzələdir də, iynə batıbsa və yaxud da ki, isti bir əşyaya toxundumsa, hansı hissədədirsə o ağrı, ora yerli, məhdud, lokal təsir göstərir, həmin hissədə ağrını hiss edirəm. Endokrin sistem isə sinir tənzimindən fərqli olaraq humoral tənzimdə nə baş verir? Bir neçə dəqiqə və ya daha uzun müddətli ola bilər. Yəni ki, bunlar hormonlar ifraz edirlər. Hormon qana qarışmalıdır, sonra bütün bədənə yayılır və daha sonra biz o hormonun təsirini hiss edirik. Təsir müddəti uzundur, yəni sinir tənzimi kimi qısa deyil. Bir də humoral tənzimin təsiri genişdir. Bunu da necə başa düşürük? Misal üçün, deyək ki, qalxana bənzər vəzi bilirik ki, maddələr mübadiləsini tənzimləyən hormonları var və həmin o hormonu ifraz edəndə bizim yalnız barmağımızın hüceyrələrində olan maddələr mübadiləsi aktivləşmir ki, oradakılar sürətlənmir ki, bütün qan vasitəsilə bədənimizə yayılır, bütün hüceyrələrə həmin o hormon çatdırılır və bütün hüceyrələrdə maddələr mübadiləsi sürətlənir. Ona görə deyirik ki, genişdir. Yəni, humoral tənzimin təsiri genişdir, çünki bütün bədənə yayılır. Bu da onun müqayisəsi. İndi, hipotalamo-hipofizar sistem nədir? Bu mənim üçün maraqlıdır, sizin üçün də izah edəcəm. Dərslik kitab verməyib, amma güvən dərsliyində var. Yəni, şəkil olaraq, şəkillər üzərində izah edim sizə. Nə deməkdir? Hipotalamus mərkəzi sinir sistemi ilə endokrin sistemi əlaqələndirir. Və hipotalamus endokrin sistemin ali tənzimləyici orqanı sayılır və ya deyə bilərik ki, endokrin sistemin beyni. Deməli, hipotalamus endokrin sistemin beynidir. Yaxşı, hipotalamus özü nədir? Qabaraltı sahədir. Haradadır? Ara beyində. Ara beyin özü talamus və hipotalamusdan ibarətdir. Talamus görmə qabarlarıdır. Hipotalamus isə qabaraltı sahədir. İndi, gördünüz ki, bax, burada epifiz vermişəm. Epifiz, o ara beynin üst artımıdır, onun haqqında danışacağıq. Hipofiz isə ara beynin alt artımıdır və hipofizin üstündə də burada bir hipotalamus var.
Hipotalamus hipofizar sistem, yəni sinir və endokrin sistemin birgə işlənilməsi. Belə deyək, endokrin sistemin beyni, yəni bu bütün vəzilərin beyni hipotalamusdur. Amma hipofiz də vəzilərin şahıdır. Yəni bütün vəzilərin şahıdır və indi bunların fəaliyyətini biz necə başa düşməliyik? Sanki məktəbə bənzətsək, hipotalamus məktəbin direktorudur, hipofiz direktor müavinidir, digər vəzilər isə müəllimlərdir. Belə başa düşək. Hipotalamus əmr verir kimə? Hipofizə. Əmri ötürdü. Hipofiz isə həmin əmri digər vəzlərə ötürür və onların işini tənzimləyir və bu proses necə baş verir? Hipotalamus, baxın burada hipotalamusdur, aşağıda da ki hipofizdir. Hipotalamus qanın tərkibində hormonların artıb və ya azalmasını hiss edir. Yəni arta da bilər, azala da bilər. Artanda da hipofizə əmr gedir, azalanda da hipofizə əmr gedir. Artıb azalmasını hipotalamus hiss etdi. Yəni yoxlayır da belə deyək. Daha sonra qanda əgər hormon azdırsa, hipotalamus hipofizə hər hansı hormon hansı orqanda sintez olunursa, həmin orqanı aktivləşdir siqnalı göndərir. Və yaxud da ki, hormon çoxdursa, onda tormozla siqnalını göndərir. Yəni, qısacası, hipotalamus hipofizə əmr ötürür, hipofiz də digər orqanlara həmin əmri ötürmüş olacaq. Misal deyək ki, hər hansı bir vəzi tərəfindən elə adrenalin, qanda miqdarı azaldı. Bunu kim hiss etdi? Hipotalamus. Əmr verdi hipofizə və hipofiz də həmin vəziyə adrenalini sintez edən vəzi hansıdır? Böyrəküstü vəziyə məlumat göndərir ki, qanda miqdarı azdırsa çoxalt, çoxdursa azalt. Belə bir şeydir hipotalama hipofizar sistemi. Və indi gəlin daxili sekresiya vəzilərini ayrı-ayrılıqda öyrənək. Hansı ki, daxili sekresiya vəziləri 6 növ 10 ədəddir. Mən bayaq da onları saydıq. Hipofiz vəzi təkdir. Burada 2 dəfə yazmışam hipofizi. Təkdir, yəni 1 ədəd 1 növdür. Qalxana bənzər vəzi də 1 ədəd 1 növdür. Amma qalxana bənzər ətraf vəzi isə, burada bir sayı çoxdur ki, bu şəkildə nə isə. Burada deməli, qalxana bənzər ətraf vəzi 4 ədəddir. 4 ədəd. 1, 2, 3, 4. Yəni, qalxana bənzər ətraf vəzi 4 ədəddir. Timus vəzi təkdir, epifiz vəzi təkdir, böyrəküstü vəzlər isə cütdür. Hipofizlə epifiz kəllə boşluğunda yerləşir. Yəni, kəllə qutusunda yerləşir. Qalxana bənzər ətraf vəzi ilə qalxana bənzər vəzi boyunda yerləşir və boyun hər hansı bir bədən boşluğu deyil. Ona görə burada qeyd etmişəm ki, yadda saxla, bu qırmızı rəngdə yazır, bir dəqiqə. Yəni, burada yazmışam ki, yadda saxla, nəyi yadda saxla? Bədən boşluğunda yerləşməyən daxili sekresiya vəzilərinə qalxana bənzər vəzi və qalxana bənzər ətraf vəzilər aiddir. Çünki bunlara aid suallar verəcəm sizə. Bunlar bədən boşluğunda deməli yerləşmədir. Timus vəzisi bu döş boşluğunda yerləşir, böyrəküstü vəzilər də ki, qarın boşluğunda yerləşir. İndi ümumilikdə dedik ki, 6 növ 10 ədəd daxili sekresiya vəziləri vardır və daxili sekresiya vəziləri tərəfindən hormon ifraz edilir. Çünki mən sizə dərs vaxtı suallar verəcəm. İndi burada cavablamıram, çünki dərsdə də sual qalsın mənim üçün. Tutaq ki, sual belə ola bilər ki, daxili sekresiya vəzilərindən hansılar bədən boşluğunda yerləşir? Neçə növ, neçə ədəd? Və yaxud da ki, misal belə bir sualda verirəm. Hormon ifraz edən qadın və ya kişi orqanizmasında hormon ifraz edib bədən boşluğunda yerləşən vəzilərin növü və ya sayı. Onda biz diqqət etməliyik ki, əgər burada hormon ifraz edən deyirəmsə, yalnız daxili sekresiya vəzilərini yox, həmçinin də ki, qarışıq sekresiya vəzilərini də saymalıyıq. Çünki qarışıq sekresiya vəziləri də hormon ifraz edir axı, onu da unutmamalıyıq. Amma bədən boşluğunda yerləşir dediyimə görə, qalxana bənzər vəzi ilə qalxana bənzər ətraf vəzi daxili sekresiya vəzilərindən götürülməyəcək. Onlar boyunda yerləşir,
boyun bədən boşluğu olmadığına görə onları saya bilmərik. Bir də mən bu sualı sizə kişi orqanizmi üçün versəm, toxumluqlar götürülməyəcək, çünki toxumluqlar bədən boşluğunda yerləşmir, bədən boşluğundan kənarda yerləşir. Baxaq, hipofiz, vəzilərin şahı. Hipofizin ön, orta və arxa payları vardır və bunlar tərəfindən müxtəlif hormonlar ifraz olunur. Oksitozin xüsusi burada qeyd etmişəm, çünki oksitozinlə prolaktin həmişə hansı südü ifraz edir, hansı südü istehsal edir, onu qarışdırırlar. Prolaktin, pro-irk, həm ön payın hormonudur, həm də irk olaraq süd ifraz olunmalıdır, yoxsa istehsal olunmalıdır. Pro sözündən yadda saxlaya bilərsiniz. Pro-irk deməkdir. Yəni, birinci süd istehsal olunmalıdır ki, daha sonra ifraz olunsun. Düzdür? Yəni, olmayan bir şey necə ifraz oluna bilər? O zaman pro-irk, irk iş nədir? Südün istehsalı. Daha sonra oksitosinin təsiri altında süd ifrazı olur. Özdə indi biz onu ayrıca danışacağıq ki, hansı ki, doğuş vaxtı uşaqlıq əzələlərinin əzələlərin yığılmasını təmin edir oksitosin və ondan sonra başlayır süd vəzlərinə təsir göstərərək süd ifrazını həyata keçirməyə. Amma oksitosin arxa payın hormonudur. Prolaktin süd istehsalı ön payın hormonudur. Ön payın başqa hormonları da var. Bizim məktəb dərsində bunlar çox da geniş verilməmişdir. Amma yenə bilməyinizdə fayda var. Baxın, TSH, hamı bunu çox çaşdırır. TSH-ın çox vaxt qalxana bənzər vəznin hormonu olduğu düşünülür. Amma TSH qalxana bənzər vəzni yox, hipofizin hormonudur. Sadəcə TSH-ın hədəf orqanı qalxana bənzər vəzidir. Hədəf orqanı nə deməkdir? Yəni, bir var ki, bu hormonun evi, yəni TSH-ın evi hipofizdir, orada sintezlənir. Amma iş yeri, laboratoriyası, hansı ki işə gedirik, bax, onun iş yeri qalxana bənzər vəzidir. Deməli, TSH-ın evi hipofiz, çünki burada sintezləndi, amma laboratoriyası isə qalxana bənzər vəzi oldu. TSH hipofizin hormonudur. Bayaq qeyd etdik ki, hipotalamus hipofizə əmr göndərdi, qalxana bənzər vəzi nəysə olarsa, bu da o hormonu ilə ona təsir göstərəcək. Böyrəküstü vəzilərə təsir göstərən adrenokortikotrop hormonu var hipofizin. Prolaktin ən məşhur hormonudur, ön payın hormonlarıdır. Bu da süd vəzlərinə təsir göstərərək süd istehsalını həyata keçirir. Bir də burada qeyd etməmişəm, follikul stimulyasiya edici və lüteinləşdirici hormonlar da ön hipofizin hormonlarıdır. Yəni, onlar haqqında geniş danışmıram, çünki bundan əvvəlki video izahda o var idi və həmişə o biraz çaşqınlıq yaranırdı ki, biz bunu öyrənməyək, lazım olmadığı üçün onu buradan çıxartdım. Arxa hipofiz antidiüretik hormon ifraz edir, bir də oksitosin. Bunlar haqqında ayrıca slayd hazırlamışam, orada onların izahını verəcəm. Keçək biz öncə, burada somatotropu yazmamışam, burada somatotropu unutmuşam. Deməli ki, ön hipofiz tərəfindən əsas hormon somatotrop hormonudur, ifraz olunur. Bunlar tamam, hamısı ifraz olunur, amma əlavə olaraq əsas hormonlarımızdan biri də hipofizin ön payı tərəfindən sintez olunan somatotrop hormonudur. İndi gəlin baxaq somatotrop hormonunun rolu. Somatotrop hormonu boy hormonudur, böyüməni, inkişafı təmin edir və bu uşaqlarda normadan çox ifraz olunarsa, nəhəng boyluluq 2 metr və ondan çox bir boy yaranır. Normadan az ifraz olunarsa, karliklik yaranır. Karliklik. Baxın, karliklik, yadda saxlayın, bir də kretenizm. Sonda onları müqayisə edəcəm ki, hər ikisində boyun kiçik olması var, amma onlar arasında bir fərq var. Deməli, normadan az ifrazı cırtdan boyluluq yaradır, normadan çox ifrazı isə nəhəng boyluluq yaradır. Boy artımı ömür boyu olmadığı üçün qızlarda 18 yaşında tamamlanır. Bu da 8-ci sinif mən böyüdüm mövzusunda yazılır. Oğlanlarda isə 20 yaşa qədər davam edir. Yaxşı, gəldik, bu böyümə hormonudur və boyu böyütdü. Misal, artıq 20, 25, nə bilim 30 yaşında hələ də somatotrop hormonu çox sintez olunarsa, nə baş verər? Yəni, bu artıq böyümə hormonudur və boyu böyüdüb, müəyyən bir hissəyə çatdırıb. Bundan sonra boyu böyütməyəcək axı. Görmüsünüz, 30 yaşında insan başlasın boy artmağa. Nə bilim, 40 yaşında insanın boyu artmağa başlasın, belə olmur. Amma yenə də hormon özü böyütmə hormonu olduğu üçün bu dəfə başlayacaq müəyyən orqanları böyütməyə. Burun böyüyür,
dodaqlar böyüyür, dil böyüyür, əl və ayaq ətraflar böyüyür. Buna biz deyirik akromeqaliya xəstəliyi. Baxın, akromeqaliya xəstəliyi somatotrop hormonun yetkin yaşlarda çox ifrazı ilə əlaqədardır. Deməli, yetkin yaşlara bağlı bir xəstəlikdir. Uşaqlarda akromeqaliya xəstəliyi baş vermir. Yalnız yetkin yaşlı insanlarda baş verir. Hipofizin, yəni ön pay hormonlarından əsasən elə bizə məktəb dərsliyində somatotrop lazımdır. Orta pay hormonu intermedindir. İntermedin orta payın hormonudur. Funksiyası nədir? Melanin pigmentinin sintezini tənzimləmək. Çünki melanin pigmenti dəriyə, saçlara rəng verən pigmentdir. İntermedin hormonu olmazsa melanin pigmentinin sintezi zəifləyəcək. Bu zaman nə baş verir? Albinizm xəstəliyi. Albinos adlanır həmin insanlar. Xəstəliyin adı isə albinizmdir. Nə baş verir? Burada bir qız, bir də oğlan şəkli yerləşdirmişəm. Melanin azalır. Dəri, saç, göz rəngi ona uyğun olaraq yəni rəngsizləşir də açıq olacaq. Orta payın hormonu intermedindir. Hipofizin arxa pay hormonları. Arxa pay hormonları oksitosin ilə antidiüretik hormondur ki, biz bunun adını başqa cür vazopresində deyirik. Oksitosinin artıq bir funksiyasını bildiniz ki, süd vəzilərinə təsir göstərərək istehsal olunmuş prolaktin tərəfindən südün ifrazını həyata keçirir. Deməli, oksitosin arxa pay hormonudur və südün ifrazını həyata keçirir. Eyni zamanda oksitosinin digər bir işi isə doğuş zamanı uşaqlığın əzələlərinin yığılmasını təmin etməkdir. O saya əzələləri yığaraq doğuşun normal keçməsini həyata keçirir. Antidiüretik hormonunda iki funksiyası vardır. Biri qan damarlarını daraltmaq, digəri isə böyrəklərdən suyun geriyə sorulmasını təmin etməkdir. Antidiüretik hormon çatışmazsa nə baş verər? Şəkərsiz diabet xəstəliyi baş verər. Şəkərli diabet insulin çatışmazlığı ilə baş verirdi. Şəkərsiz isə vazopressinin çatışmazlığı ilə baş verir. Şəkərsiz diabetin əlamətləri həddindən artıq susuzluq hissi, sutka ərzində 20 litrə qədər sidik ifrazı. Dedim ki, vazopressinin başqa bir funksiyası var, qan damarlarını daraltmaq. Amma hər zaman yox, elə hər zaman qan damarlarını daraltmır. Xüsusi hallarda, misal qanaxma baş verərsə, insanın şok kimi vəziyyətləri olarsa, qısacası kritik hallarda damarları daraldır vazopressin. Gəldik epifiz vəzi. Epifiz vəzi özü başqa adla əzgilə bənzər vəzi adlanır. Epifiz törəmə ur deməkdir. Əsasən bioloji saat rolunu oynayır və onun əsas hormonu melatonindir. Və melatonin bilir ki, gecələr daha çox sintezlənir. Nədən sintezlənir? Serotonindən. Deməli, serotonin gündüz aktiv olandır. Melatonin isə gecə serotonindən ifraz olunandır. Serotonin əhval-ruhiyyəni yaxşılaşdırır, müsbət emosiyalar yaradır. Sonra serotonin xoşbəxtlik hormonudur da. Nəyin tərkibində çoxdur? Bananın, şokoladın, əncirin tərkibində çoxdur. Gözü uşaqlar şokolad çox xoşlayırlar. Çünki onun tərkibində serotonin var və o da xoşbəxtlik hormonudur. Melatonin isə bu adətən yuxunu tənzimləyir, bioloji saatı idarə edir. Və əsas funksiyası melatonin hormonu uşaqlarda vaxtından əvvəl cinsi erişkənliyin qarşısını almaq. Eyni funksiyanı eyni zamanda timus vəzi də həyata keçirir. Baxın, dərs vaxtı sual-cavabda mən sizlərdən soruşacağam. Vaxtından əvvəl cinsi erişkənliyin qarşısını almaq bir melatonin hormonunun işidir. Yəni vəzi olaraq epifiz vəzisidir. Bir də timus vəzinin belə bir funksiyası var. İndi gələk, ən çox epifiz vəzinin hipo və hiper funksiyaları qarışdırılır. Nəyə görə? Çünki bunun funksiyası elədir ki, vaxtından əvvəl cinsi erişkənliyin qarşısını almaq. İndi gəlin baxaq. Əgər funksiya budursa, indi hipofunksiya olarsa, yəni öz işini normal görməzsə, az sintez olunarsa, nə baş verər? İşi nə idi? Cinsi erişkənliyin qarşısını almaq. Bu dəfə ala bilməyəcək də. Deməli ki, vaxtından əvvəl cinsi inkişaf gedəcək. Çünki bunun işi zaten cinsi erişkənliyin qarşısını almaqdır. Az da sintezlənməsi, yəni hipofunksiyası vaxtından əvvəl cinsi inkişafın getməsinə səbəb olacaq. Hiperfunksiyası zamanı isə cinsiyyət vəzləri və ikincili cinsi əlamətlər inkişafdan qalacaq. Çünki çox ifraz olunur da. Axı bunun işi onun qarşısını almaqdır. Çox ifraz olunarsa daha çox qarşısını alar və cinsiyyət vəzləri və ikincili cinsi əlamətlər də gecikər.
Belə və gəldik qalxana bənzər vəzi. Qalxana bənzər vəzi də dedik ki, tək vəzidir, 2 hissədən ibarətdir. Baxın, burada qalxana bənzər ətraf vəzlər 4 olaraq göstərilir. Qalxana bənzər vəzi 2 hissəlidir, amma tək vəzidir. Hormonları tiroksin, tireotirionin və kalsitonin, yəni mühüm hormonları bunlardır. Funksiyalarına baxdığımız zaman zülal, yağ, karbohidratların parçalanmasını təmin edir. Eyni zamanda orqanizmin böyümə və inkişafını təmin edir. Sinir sisteminin fəaliyyətinə təsir göstərir. Hansı ki, indi biz miksadema ilə bazedovu izah edəndə deyəcəyim ki, çox ifraz olunanda həssaslıq artır bazedovlarda. Az ifraz olunduqda isə həssaslıq azalır. Bu da miksadema xəstələrində. Qan təzyiqinə, ürək fəaliyyətinə təsir göstərir. Eyni zamanda infeksion xəstəliklərə qarşı da müqaviməti artırır. Qalxana bənzər vəzin funksiyalarından biri də budur. Keçək qalxana bənzər vəzinin xəstəliklərinə. Zob, bazedo, miksadema, kretenizm. Bunları ayrı-ayrılıqda öyrənək. Başlayaq kretenizm ilə. Uşaqlarda tiroksin hormonu sintez zəifləyərsə, kretenizm xəstəliyi əmələ gəlir. Baxın, kretenizm uşaqlarda baş verən xəstəlikdir. Yəni, yalnız uşaqlarda olur. Bu zaman böyümə inkişaf ləngiyir və ağıl kəmliyi müşahidə olunur. Karlikliklə kretenizm arasında hər ikisi boyca kiçik olsalar da fərq var. Ağıl kəmliyi kretenizmdədir. Karlik sadəcə normal insandır, boyu balacadır. Yəni, onun ağıl kəmliyi olmur. Ona diqqət edirik. Böyümə və inkişafın ləngiməsi hər ikisinin ortaq xüsusiyyətidir. Həm karliklikdə var, həm də kretenizmdə var. Amma ağıl kəmliyinin müşahidə olunması isə bu yalnız kretenizmə aiddir və kretenizm uşaqlarda baş verən xəstəlikdir. Və yenə biz hipofunksiya görsək, amma yetkin yaşlı insanlarda hipofunksiya, bu olacaq miksadema. Baxın, miksadema xəstəliyi yetkin yaşlarda miksadema xəstəliyi baş verir, yəni hormonun azlığı ilə. Miksademanın əlamətlərinə baxdığımız zaman maddələr mübadiləsi zəifləyir, ona görə bunlar kök olurlar. Sonra sinir sisteminin oyanıqlığı ləngiyir, yəni çox belə əsəbi olmurlar. Bazedova baxanda adam bilir ki, əsəbidir. Miksadema sakit olur da, sinir sistemi çünki oyanıqlığıləngiyir. Amma çox sürətli kökəlir. Bunun da səbəbi maddələr mübadiləsinin zəifləməsi ilə əlaqədardır. Dərisi quru olur, şiş olur, saçları seyrək olur. Yəni burada elə bil ki, tam miksadema kimi oxşamır. Miksademada bir neçə vaxt miksadema xəstəlik keçirirsə, saçlar da tökülməyə başlayır, saçlar seyrək olur. Bazedov isə, baxın, miksadema yetkin yaşlılardadır. Mən sizə dərs vaxtı sual verəcəm ki, indidən deyim sualın cavabını. Sual verəcəm ki, endokrin sistemə bağlı, yalnız yetkin yaşlı insanlarda baş verə biləcək xəstəliklər. Burada mənə bir akromegaliya adını verməlisiniz, bir də miksadema. Çünki hər ikisi yetkin yaşlarda baş verir. Çünki hipofunksiya uşaqlarda kretenizm, yetkin yaşlı insanlarda miksadema yaradır. Somatotropda da hiperfunksiya uşaqlarda nəhəng boyluluq, yetkin yaşlı insanlarda isə akromegaliyanı yaradır. Bazedo hiperfunksiya zamanı yaranan bir xəstəlikdir və maddələr mübadiləsi burada sürətlənir, vəzin ölçüləri artır, sinir sisteminin həssaslığı yüksəlir, gözü bərəlmiş vəziyyətdə olur, iştaha yaxşı olmasına baxmayaraq xəstə sürətli şəkildə arıqlayır. Yəni, çox yeyir, amma kökəlmir. Düzdür, bu hissəsini hamı istəyir, çox yeyib kökəlməmək, amma digərlərini istəmirik. Qalxana bənzər vəznin xəstəliklərindən biri də zob xəstəliyidir. Baxın, zob zamanı qalxana bənzər vəzinin ölçüsü böyüdüyü üçün boyun hissədə belə bir şişkinlik əmələ gəlir. Daha da böyük də ola bilər. Nəyə görə bu şişkinlik əmələ gəlir? Çünki qalxana bənzər vəzi çox işləyir. Qalxana bənzər vəzi çox işləyir, ona görə böyüyür. Amma çox işləsə də hormonları da mı yüksək olur? Xeyr. Burada vəziyyət nədir? Zobun yaranma səbəbi yodun çatışmazlığıdır. Yod çatışmazsa, qalxana bənzər vəzi də hormonlarını ifraz edə bilməz. Çünki qalxana bənzər vəzin hormon ifraz edə bilməsi üçün yoda ehtiyac duyur. Yod yoxdursa, qalxana bənzər vəzi də lazım miqdarda qana hormonlarını ifraz edə bilmir. Bəs nəyə görə bu qədər işləyib, böyüyür? Yəni, əgər hormonu ifraz edə bilmirsə, bu qədər işləməyinin səbəbi nədir? Biz hipotalamusu öyrəndik axı. Hipotalamus ali tənzimləyici mərkəzdir. Qanda olan qalxana bənzər vəziyə aid hormonların azlığını hipotalamus hiss edir və hipofizə əmr verir ki, qalxana bənzər vəzini işləməyə məcbur et. Hipofiz onu necə
işləməyə məcbur edə bilər. Bu zaman başlayır TSH hormonunu çox ifraz etməyə. TSH hipofizin hormonudur və TSH qalxana bənzər vəziyyət təsir göstərərək onu daha çox işləməyə məcbur edir. Yəni qanda TSH-ın miqdarı artır və TSH-ın hədəf orqanı qalxana bənzər vəziyyətdir də. Qalxana bənzər vəziyyət təsir göstərir ki, sən daha çox işlə və bu da başlayır daha çox işləməyə. Amma daha çox işlə demirik ona. Deyir ki, daha çox hormon hazırla. Çünki qanda hormonun miqdarı azalıb. Bu da hormonu hazırlamaq üçün başlayır daha çox işləməyə. Amma daha çox işləsə də hormonu normal səviyyəyə gətirə bilmir, çünki yod yoxdur, yod çatışmır. Və vəznin hüceyrələri bu şəkildə böyümüş olur və biz buna deyirik ki, zob xəstəliyi. Sonra baxaq qalxana bənzər ətraf vəzi. Qalxana bənzər ətraf vəzilər düyü böyüklüyündədir, 4 ədəddir. Baxırıq, qalxana bənzər vəzinin üzərində yerləşib ətraf vəzlər 4 ədəd. Hormonu parathormondur, funksiyası isə qanda kalsium və fosfor mübadiləsini tənzimləməkdir. Parathormon qalxana bənzər ətraf vəzinin hormonudur, amma qalxana bənzər vəznin hormonlarından biri olan kalsitoninlə antagonist işləyirlər, yəni bir-birlərinə əks. Nə deməkdir? Parathormonun işi qanda kalsiumun miqdarını artırmaqdır. Kalsitoninin işi isə qanda kalsiumun miqdarını azaltmaqdır. Baxaq bunlar necə işlərini icra edirlər. Baxın, qanda kalsiumun normal miqdarı. Hər hansı bir səbəbdən qanda kalsium miqdarı azaldı. Bu zaman parathormonun işi başlayacaq. Çünki qanda kalsium miqdarı azdırsa, deməli qanda kalsium miqdarını artırmaq lazımdır. Parathormon bunu necə artıracaq? Sümükdən kalsiumu çıxaracaq, qana verəcək. Sümükdən kalsiumu verəcək qana. Bu bizim məktəb dərsliyində, yəni səviyyəsində biləcəyimiz hissədir. Əlavə olaraq burada bağırsaq və böyrəkləri görürsünüz. Gəlin onlar haqqında da danışım ki, burada nə baş verir? Sümükdən kalsiumu qana keçirtdi. Yəni müəyyən qədər qanda kalsium miqdarını artırdı. Eyni zamanda böyrəklərdən kalsiumun geriyə sorulmasını artırır. Yəni sidik vasitəsi xaricə çıxmasın, geriyə sorulsun ki, qana sorulur da. Bu böyrəklərdən də kalsium geriyə sorulanda hara sorulacaq? Qana. Yəni qanda kalsium miqdarı artsın deyənə. Bağırsaqlarda da kalsium sorulmasını artırır. Yəni bağırsaqlarda da kalsium miqdarı artır ki, bu da vitamin D sayəsində olur da. Bağırsaqlarda da kalsium qana sorulması artır. Yəni üç tərəfli həm sümükdən aldı, qana verdi, həm böyrəklər tərəfindən kalsium qana sorulmasını təmin etdi, həm bağırsaqlardan kalsium qana sorulmasını təmin etdi ki, qanın xeyrinə olsun, qanda kalsium miqdarı artsın deyənə. Amma indi gəlin baxaq ki, kalsiumun qanda miqdarı hər hansı bir səbəbdən çoxdur, artıqdır. Bu zaman iş olur kalsitoninin. Yəni bu dəfə kalsitonin qanda kalsium miqdarını normal səviyyəyə çatdırmalıdır. Yəni artıq olanı azaltmalıdır. İndi necə artıq olanı azaldar? Qandan alır, sümüyə verir. Demişdik kalsitonin S, sümük. S ilə yadda saxlaya bilərik. Qanda normadan artıq bir kalsium var. Onu azaltmaq kalsitoninin işidir. Qandan aldı, verdi sümüklərə. Böyrəyin üzərinə və bağırsağın üzərinə oxlar qoyulub, bunları da izah edəcəm. Böyrəklərdə kalsiumun geri sorulmasını azaldır. Yəni daha çox xaric olunsun, belə deyək də, sidiklə xaric olunsun, atılsın. Artığı, yəni sidiklə atılsın deyəni, geri sorulması. Bağırsaqlarda da eyni şəkildə kalsium qana sorulmasını azaldır ki, qana az gəlsin kalsium. Yəni kalsitonin işi qanda kalsiumu azaltmaqdır. Ona görə qandan alır, kalsiumu verir sümüyə. Böyrəklərdə kalsium sorulmasını azaldır, eyni zamanda bağırsaqlardan kalsium sorulmasını azaldır ki, daha çox bədəndən xaric olunsun, qanda azalsın. Daxili sekresiya vəzilərindən bir digər də timus vəzisidir. Başqa adla buna biz çəngələ bənzər vəzi deyirik. Timus vəzisinin hormonu timozindir. Bunun funksiyalarına baxdığımız zaman sümüklərin böyümə və inkişafını təmin etməkdir, limfositlərin miqdarını artırmaqdır və infeksion xəstəliklərdən qorumaqdır. Ümumiyyətlə, immun sistem orqanlarının içərisində ən başda gələni elə timus vəzidir və uşaqlarda timus vəzisi daha aktiv olur. Böyük olur, belə deyək, həcmcə, amma cinsi yetişkənlikdən sonra xeyli azalmağa başlayır. Yəni, bu atrofiyaya uğrayır tədricən, müəyyən bir yaşdan sonra demək olar ki, tamamilə atrofiyaya uğramış vəziyyətdə olur. Və bu timus vəzi böyük olduğu zaman təbii ki, infeksion xəstəliklərə qarşı insan daha qorunmuş olur.
Uşaqlarda vaxtından əvvəl cinsiyyət vəzilərinin inkişafının qarşısını alma. Bu həm epifizin funksiyaları idi, funksiyalar içərisində var idi, həm də biz bunu timus vəzisində də gördük. T limfositlərin formalaşmasına iştirak etmək, yəni bu da onun infeksion xəstəliklərdən qorunma funksiyaları içərisindədir. Gəldik böyrək üstü vəzi. Böyrəküstü vəzi orqanizmin stressə və infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Sağ-sol payları vardır. Sol pay aypara şəkillidir, sağ pay piramida şəkillidir. Məlumat xarakterli yazmışam, bəli, dərslikdə yoxdur. Və gəldik onun qabıq və beyin qatı vardır və hormonları da fərqli-fərqlidir. Qabıq qatın hormonları kortizon, bir də hidrokortizondur. Hidrokortizon kortizol da adlanır. Yəni kortizon N ilə bitən, bir də var kortizol. L ilə bitən həm də hidrokortizon adlanır. Kortizonun funksiyası zülal və yağların karbohidratlara çevrilməsinə iştirak etməkdir. Hidrokortizon isə böyrək kanalcıqlarına təsir edərək suyu vazopressin kimi geriyə sorulmasını təmin edir. Həmçində natrium və kaliumun geriyə sorulmasını təmin edir. Azlığı zamanı bu kortizolun, N-nın yox, L-nın, yəni hidrokortizonun azlığı zamanı tunç xəstəliyi əmələ gəlir. Tunç xəstəliyini biz 3 adla görürük. Biz buna bürünc, tunç və Addison xəstəliyi kimi adlandıra bilərik. Burada da yazdığım kimi hidrokortizonun, yəni kortizolun azlığı nəticəsində yaranır. Qabıq qatın hormonudur hər ikisi. Tuncun əlamətlərinə baxaq. Dəri tunç rəng alır, iştaha itir, ürək bulanma, qusma, ishal bu kimi hallar müşahidə olunur. Gəldik beyin qat hormonları. Beyin qat hormonları isə adrenalin və noradrenalindir. Əsas bu iki hormon haqqında danışmaq istəyirəm ki, bəzən belə bir yanlış məlumat var ki, adrenalinlə noradrenalin antagonist fəaliyyət göstərirlər. Bu yanlışdır. Adrenalinlə noradrenalin antagonist işləmirlər. Hərəsinin öz işi var və bəzən görürsən ki, eyni işi görürlər. Adrenalin ürək fəaliyyətini gücləndirir, qanda qlikozanın miqdarını artırır. Baxın, qanda qlikozanın miqdarını artırmaq iki vəzinin hormonları tərəfindən yerinə yetirilir. Bir, böyrək üstü vəzinin adrenalin hormonudur bu işi görən. Bir də mədə altı vəzinin qlikagon hormonudur bu işi görən. Deməli, bir yerə yazın, adrenalin və qlikagon qanda qlikozanın miqdarını artıranlardır. Qan təzyiqini yüksəldir. Noradrenalin arterial təzyiqi yüksəldir. Gəlin belə deyək, adrenalin və noradrenalin hər ikisində qan daraltma funksiyası var. Qan daraltma yox, qan damarlarının daralması, yəni damar daraltma funksiyası var. Noradrenalin qan damarlarını daraldaraq arterial təzyiqi yüksəldir. Adrenalin də qan damarlarını daraldır. Amma bütün qan damarlarını adrenalin daraldır deməyimiz doğru deyil. Çünki həm damarları daralda bilər, həm də onları genişləndirə bilər. Hansı damarları daraldır? Adrenalin dəri damarlarını, daxili orqana gedən damarları daraldır, amma sklet əzələləri, ürək əzələsinə gələn damarları isə genəldir. Nəyə görə? Çünki adrenalin nə zaman sintezlənir? Belə deyək, adrenalin reaksiyası qaç ya da döyüş belə bir reaksiyadır. Yəni biz adrenalin artanda nə zaman ya döyüşmək zamanı, yəni bir hansı bir stres halında, ya da ki qorxduq, qaçmalıyıq oradan, qaçmaq halında adrenalin sintezlənir. Bu zaman mənə nə lazımdır? Əzələlərimə mi çox qan gəlsin, ürəyimə mi qan çox gəlsin, yoxsa daxili orqanlarıma mı? Təbii ki, bu halda mənim sklet əzələlərimə daha çox qan gəlməlidir ki, enerji sklet əzələlərində artsın, ürəyin fəaliyyəti artacaq, ürəyə daha çox qan gəlsin. Deməli ki, ürək və sklet əzələlərində damarlar genəldir, ora daha çox qan gəlsin. Çünki bədəni ya qaçmağa, ya da mübarizə aparmağa hazırlar. Ya qaçacam, ya mübarizə aparacam. Yəni ya döyüş, ya qaç. Adrenalin belə. Sonra gəldim mədə-altı vəzinin hormonları. Mədə-altı vəzin hormonları insulin və qlikagondur. Bax, bunların bir-birlərinin təsiri, yəni işləri bir-birini əksidir. Yəni insulin qanda qlikozanın miqdarını insulin azaldır. Qlikagon isə qanda qlikozanın miqdarını artırır. Mədə-altı vəzi özü qarışıq sekresiya vəzisidir. Həm xarici sekretor funksiyası vardır, həm də daxili sekretor funksiyası vardır. Xarici sekretor funksiyası fermentlərin ifrazıdır. Bilirik ki, tripsin, lipaza, amilaza, nukleaza kimi mədə-altı vəzinin fermentləri vardır, hansı ki, həzmdə iştirak edirlər. Hormonlarda qlikagonla insulindir. İndi baxın, burada da bir sxem çəkilib. Burada baxaq, qlikozanın normal səviyyəsi.
Qlikagon. Qlikagon nə zaman işə düşəcək? Burada da insulin çəkmişəm. İnsulin nə zaman işə düşəcək? Qanda qlikoza azalıbsa, qanda qlikoza yoxdursa, onda mədalaltı vəziyə məlumat gəlir ki, sən bu qlikagonu çox ifraz et. Nəyə görə? Qlikagonun hədəf orqanı haradır? Qaraciyər, yəni laboratoriyası iş gördüyü yer. Həmin qlikagon qaraciyərdə ehtiyat halında toplanmış olan qlikogeni qlikozaya çevirməklə qanda qlikoza miqdarını artıracaq. Çünki bu qlikogen depo halında qaraciyər və əzələlərdə qalır, onu depolayan insulindir. İndi onu da deyəcəm. Onu depolayan da insulindir. Deməli, qanda qlikoza azdır. Mədalaltı vəzi qlikagon hormonu daha çox ifraz etdi. Qlikagon qaraciyərdə, yəni onun hədəf orqanına getdi. Orada nə etdi? Depo halında olan glikogeni parçaladı glikozaya, qanda glikoza miqdarını artırdı. İndi deyək ki, qanda qlikozanın normal səviyyəsi artmışdır hər hansı bir səbəbdən. Çox qlikoza qəbul edib insan. Qanda qlikoza miqdarı çoxdur. Yenə də hədəf orqan, yox, bu insulin onun evidir. İnsulin evi mədalaltı vəzidir. Yəni, mədalaltı vəziyə əmr gəlir ki, sən insulin hormonunu çox ifraz et və insulin hormonu çox ifraz olunur və qanda həmin o artıq olan glikozanı depo halında qaraciyərdə depolayır. Yəni, glikoza qaraciyərə keçir. Və qaraciyərdə necə qalacaq glikoza? Glikogen şəklində də. Deməli, insulin glikozanı glikogeni çevirib depolayır qaraciyər və əzələlərdə. Glikagon da onun əksinə təsir göstərir. Deməli, insulinin bu işi sayəsində qanda glikoza miqdarı azalır. Və yaxud da ki, hansının işi nədir deyə unutsaz, yadda saxlayın ki, şəkər xəstələrinə insulin çatışmazlığıdır. İnsulin olmazsa, qanda şəkərin miqdarı artır və bu şəkərli diabet xəstəliyi əmələ gəlir. İndi şəkər xəstələrinə biz hansı hormonu vururuq? İnsulini, düzdür? Deməli ki, insulin qanda şəkərin miqdarını azaldır da, əgər şəkər xəstəsinə insulin vurulursa, bunun qanında glikoza da çoxdur. Nəyə görə mən buna insulin vururam? Qanda glikoza miqdarını azaltmaq üçün. Deməli ki, qanda glikozanın miqdarını azaldan insulindir. Artıran isə glikagondur. Belə. Gəldik bir digər qarışıq sekresiya vəziləri olan cinsiyyət vəziləri. Cinsiyyət hormonları kişilərdə androgen testosterondur, qadınlarda isə estrogen progesterondur. Burada da yenə qarışıq sekresiya vəziləri olduğu üçün həm bunların xarici sekretor, həm də daxili sekretor funksiyaları vardır. Daxili sekretor funksiyaları elə hormon ifraz etmələridir. Amma xarici sekretor funksiyası nədir desək, kişilərdə toxumluqlarda spermatozoidlər, qadınlarda da yumurtalıqda yumurta hüceyrə əmələ gəlir. Yəni, bunlar onun xarici sekretor funksiyalarıdır. Deməli, qadında yumurta hüceyrə, kişidə spermatozoidin əmələ gəlməsi bu xarici sekretor funksiyasıdır. Amma hormonların hazırlanması o daxili sekretor funksiyadır. İkincili cinsi əlamətləri yaranması oğlanlarda testosteron hormonunun təsiri altında baş verir. Qızlarda isə ikincili cinsi əlamətlərin yaranması estrogen hormonunun təsiri altında baş verir.